Qızlar, yəqin ki, səhifəmdə fikir vermisiniz ki, nə qədər çox plov reseptləri paylaşıram. Doğrudan da plovu çox sevirəm. Evdə də böyüdən kiçiyə hamısı çox sevir. Nə vaxt bişirsəm yeyirlər. Bu gün də sizə çox maraqlı formada plov hazırlayıram. Adı da kek plov. Nəyə görə kek plov? Çünki kek formasında edəcəm. Bunun üçün 500 qram dana ətini kubik şəklində doğrayıb qaynamağa qoyuram. Qaynara düşdükcə kəflənir, kəfini yığıram. Kəfini yığdıqdan sonra duzunu əlavə edib yenidən qaynamağa qoyuram. Daha sonra 5 ədəd orta boy soğanı xırda-xırda doğrayıram. Ətimiz artıq hazır olub, kişmişi də yuyub qurulamışdım. Daha sonra ocağa tavanı əlavə edib, kərə yağı da əlavə edib, bir-bir doğradığım soğanı, daha sonra əti əlavə edəcəm. Soğan artıq biraz rəngi dəyişdikdən sonra ətimizi də əlavə edirəm. Ətimizlə birlikdə qovurduqdan sonra duzunu, sarı kökünü də əlavə edirəm. Qapağını bağlayıram ki, biraz daha yaxşı pişsin. Sonra da kişmişini əlavə edəcəm. Kişmişini əlavə etdikdən sonra da ətin suyundan 1 stəkan götürmüşdüm. Onu əlavə edib, ağzını bağlayıb, az xodda suyu çəkilənə kimi pişirirəm. Daha sonra 5 qaşıq una, duz əlavə edib, xəmir yoğururam. Xəmir yoğurduqdan sonra yuxa formasında açacam. Atdıqdan sonra qabaqcadan soyuducuda kərə yağı vurub saxlatdığım kek qabının içərisinə yuxamızı əlavə edirəm. Daha sonra 3 stəkan islatdığım düyünü süzürəm. Süzdükdən sonra kek qabımızın içərisinə əlavə edirəm. Bir sıra əlavə etdikdən sonra sarı kökünü əlavə edib, daha sonra ətimizi əlavə edirəm. Əti boluca qoyunca, çünki bir sıra qoyacaq. Yenidən üzərinə düyüsünü əlavə edib, yuxasını bağlayıram. Ortasını da açıram bu formada. Sobaya qoyuram. Artıq sobadan çıxartdım. Çox gözəl pişib. Bu da çevirirəm. Çətinliklə biraz çevirdim. İsti idi deyə rahat tuta bilmirdim. Bu da bizim kek plovumuz. Görün necə gözəldir. Qıyıb kəsə bilmirdim. Uşaqlar dedi ki, tez istəyirik, gözləmədilər soymağını, kəsib servis etdim. Dadı, görünüşü çox möhtəşəm idi. Əsl qonaq gələndə pişiləsi yeməkdir. Evdə pişirən hamıya nuş olsun.